düsturlarını soruşmaq istəyirəm. Çünki düsturda bəzən ən adi düsturda çaşır sizi. Bütün növ düsturlarını soruşmaq istəyirəm. Baxın, görün. Mənə hələ siz heç nə deməyin. Yazın axırda deyim, hamısını törəməsin deyin, görün, bir düzünü deyəsiniz. Fatimə 5-in törəməsi 0. Məhəmməd 3x-in törəməsi 3. Çünki x-in törəməsi 1-dir. Fatimə 5x üstü 4. 5 qabağa düşür, üstü 1 vahid kiçilir. Ümumiyyətlə törəmə nə edir? Kiçildir. Bilin, törəmə kiçildir. Çünki limitdə 0-a yaxınlaşır. Limit də törəmə ilə bağlıdır, deyə o da kiçilir. 0-a yaxınlaşır, kiçildir. Sonra kök altı x-in törəməsi 1 bölünsün 2, kök altı x. Kök altı x Məhəmməd daha da kiçildir. 1 bölü eləyir. Əvvəl 1 bölü kök x Məhəmməd. Amma burasında 2. 1 bölü 2-dən kök x. Bəs 1 bölü x-in törəməsi? Ln x. İntegral ln x. 1 bölü x-in törəməsi. Onda 1-in üstü x. Siz neyin? Kiçilməlidir. Məxrəc onda böyüsün. Kiçilmək üçün məxrəc böyüsün. 1 bölü x-in kvadratı olsun. Kiçilməyimizdən əmin olmaq üçün qabağına da mənfi alır. Soruşum təzdən. 1 bölü x-in törəməsi? Mənfi 1 bölü x-in kvadratı. 1 bölü x-in törəməsi? Mənfi 1 bölü x kvadratı. Sinus x-in törəməsi? 1 bölü x olsun. Yox, sadəcə kosinus x. Onda bir soruşacaq. Fatimə, kosinus x-in törəməsi? Mənfi sinus x. Məhəmməd, tangens x-in törəməsi? Kotangens. Yox, buradaydı 1 bölü. 1 bölü? Tangens nədir özüllüyündə? Tangensin özünü sinus bölü kosinus. Məhəmməd. Tangens sinus bölü kosinus olduğu üçün 1 bölü kosinus kvadratı. Deyildi ya, məxrəc kvadratı qalxır. 1 bölü kosinusun kvadratı. İndi Fatimə, bu kotangensin törəməsi? Mənfi 1 bölü sinus kvadratı. Hə, Məhəmməd, 7 üstü x-in törəməsi. Düşündü. Yaxşı, y üstü x-in törəməsi ne? Elə özüdür. Y üstü x-dan Məhəmməd elə özüdürsə, a üstü x-da da elə özüdür. Amma nəyəsə vururam? X-in özünün törəməsi. Elin 7. Bir də deyim. A üstü x, y üstü x. Baxanda da görünür ki, Fatimə var. Y üstü x, a üstü x. İkisi də eyni şey deyil. Bu da ədəddir də. 2,73. Bu da ədəddir. Bu da ədəd üstündə x-dir. Bu da ədəd üstündə x-dir. İkisinin də törəməsi nədir? Özüdür. Özüdür. Amma burada elin a'ya da vururam. Burada çünki elin y 1-dir, ona görə vururam. Burada da yoxsa elin y'yə vururam. Məhəmməd. Yadda saxlayın. Yaxşı, Fatimə, loqaritm 2-dən x-in törəməsi. 1 bölünsün loqaritma x-dan 2. Ellərin törəməsində... Elin orada 1 bölünsün elin orada 1 bölünsün x əsasdan elin 2. Ellərin törəməsində nə olur? Tərsinə çevrilir. Bir də o tərs sözünü yadda saxlayın. X tərsinə çevrilir. Tərsinə çevir. Bunu da. X-i tərsinə çevirin görün. 1 bölü x. Amma bu da aşağıda elin 2 olaraq qalır. Ortada 1 bölü x. X-i tərsinə çevir. 1 bölü x Məhəmməd. Çünki ədəd yoxdur, onu ədəd düşürməz. İndi bunu sən denə Məhəmməd. U vur V-nin törəməsi. Dünən səndən soruşdum. V-nin işlət. Onun törəməsi vur V-nin törəməsi. Yox. Onda onun törəməsi vurulsun V-yə, sonra... V-nin özü üstə gəlsin. V-nin törəməsi vurulsun O-ya. Amma niyə uşaqlar
burada bu birincidə siz niyə ərəb kimi öyrənirsiniz? U iştirək vur V, üstə gəl U vur V iştirək. Qaydada bir dənə var idi, ona görə. Birincinin törəməsi vur ikincinin özü, birincinin özü vur ikincinin törəməsi. Birinci. Bəs bölmədə nə edirəm? Burada topladımsa burada. Eyni şeydə eyni görüm. U-nun törəməsi vur V, çıxılsın V-nin törəməsi vur U, bölsün V-nin kvadratı. Hə, məxrəc, Məhəmməd dedim, məxrəc nə olacaq törəmədə? Kvadrata qalxır, V-nin törəməsi. Və Məhəmməd, V nə oldu? Kvadrata qalxdı. Qoysunuz, nə oldu? Kvadrata qalxdı. Deyim. İnşallah. 5000-ci dəfə çalıyor. Qarışıq yox, inteqralla qarışdırılan var. Qarışdırmamalısınız. Çox iyrəncləşdi. Yaxşı. Düz xəttin tənliyi məliyin. KX. Üstəgəl B. Əsl düz xəttin tənliyi budur. Desək ki, hə, koordinat başlanğıcından keçir, rübün düz ortasından keçir, onda KX. Burada K nədir? Əmsal. Ya ikisinin əmsaldır, ya da bucaq əmsaldır. Ya deyəndə həm ikisinin əmsaldır, həm də bucaq əmsaldır. Lövhə ilə görülür oradan. Bəli. K dedik bucaq əmsaldır. Nəyin bucağı? Bucağın tangensi. Bucağın x oxundan əmələ gətirdiyi. Hər hansısa bir düz xəttin x oxundan əmələ gətirdiyi bucağın tangensidir. Bəs K başqa funksiyanın nəyi ola bilər? X0 bərabər oldu, toxunan. Toxunan, yəni funksiyanın nə idi? X0-ə. Toxunan törəməsi. Törəməsi demirdim. Törəmə toxunan. Toxunan tapanda nə edəcəyik? Məhəmməd törəmə. Heç sadəcə verilən funksiyanın Məhəmməd törəməsini tapacağız. Bəs toxunanın tənliyi deyin. X0, yəni törəməsi vurulsun. Hə, bir baş deyirsən. Törəməsi vurulsun, x çıxılsın, x0 vurulsun, x özü. Üstə gəlsin. Daha bir dəfə vurma yazdım. Siz nədir? Bir dəfə diqqətli olun. Əslində budur da. K budur, K budur. X budur. X budur. İndi nədir? Üstə gəl. Funksiyanın özü. Bilirsiniz, üstə gəl. X. K da budur. K funksiyanın törəməsidir. X üstə gəl. Belə. Sonra mən sizdən toxunanla ya da törəmə ilə bağlı funksiya böhran nöqtəsi nəyə deyilir? Törəməsini sıfıra bərabər. Sıfıra bərabər edən nöqtə. Həm o böhran nöqtədir, həm stasionar nöqtədir, həm də ekstremum. Yəni minimum, maksimum nöqtədir. Bir sual soracağım. Böhran nöqtə tutaq ki, tapdıq da, böhran nöqtə tapmışıq. Onun minimum ya da maksimum olduğunu necə bilə bilərik? Müsbətdən mənfiyə keçirsə minimumda, yoxsa maksimumda? Minimum. Müsbətdən keçirsə maksimumda. Əlimdə çoxlu bir şey var, mən maksimaldan maksimumdur. Siz birinciyə baxın da, niyə sonra? Mənfidən müsbətə keçirsə? Minimum. Dedin, şəkil üstündə göstərin. Diqqətli olun. Amma bu nədir? Funksiyanın törəməsi daha. Törəmənin qrafikindən adi funksiyanın qrafik arasında çox fərq var. Mən göstərəm, siz öyrənirsiniz. Fatimə, səncə bu minimumdur, maksimumdur? O minimum. Funksiyaya sol tərəfdən baxırıq həmişə. Mənfidən müsbətə keçirsə minimum qəşəng. Sol tərəfdən baxıram. Məhəmməd, bu maksimumdur, minimumdur? Müsbətdən mənfiyə keçirsə maksimum. Hə, müsbətdən mənfiyə keçirsə maksimumdur. Bu, bax, uşaqlar, bu maksimum minimum nöqtə deyil. Maksimum minimum nöqtələr X oxunu kəsən nöqtələrdir. Baxın, X oxundan əmələ gələn bucaq, X oxunu kəsən nöqtə. Çünki böhran nöqtə tapıram. Fatimə, o funksiyanın sıfıra çevirən hansı nöqtədir? X0 nöqtəsi. Yəni X nöqtəsi, X-in üzərində olan nöqtə olmalıdır. Götürüb Y-in üzərindən bir şey götürə bilmərəm, X-in üzərindən. Bu minimumdur, maksimumdur? Minimum. Mənfidən müsbətə qalxıb minimumdur. Məncə bir tez daha en tərtibdə gedir. Bəs desək ki, funksiyanın maksimalını tapın. Ya maksimal qiymətini. Bu qiymətləri Məhəmməd götürüb hamısını qoyun. Çünki bəzən funksiya mənfi ilə başlayanda minimum nöqtə maksimal qiyməti verir.
müsbətlə başlayan. Ondan sonra hamısını bir o funksiyanın özünə. Gör hansında ən böyük qiymət alırsa, amma funksiyanın maksimalı odur. Parça verəndə amma parçanın uc nöqtələrini də Məhəmməd funksiyanın özünə yerinə qoyuram. Funksiya sözünü eşitib saçmayın. Başqa belə bir şey verir. Sən də bunun törəməsini tapıb, nöqtələri tapıb bir-bir yerinə qoyursan ki, hansı qiymətində ən böyük qiymət alır. Parçanın uc nöqtələrini də burada yerinə qoyursan. Var mı var? Sual var idi. Ümumiyyətlə ən böyük, ən kiçik qiyməti funksiyanın başqa nə ilə tapırdım? Əmənlə. Əməklə qəşəng. Əmək. X-ın, A-nın hər hansısa parametrin ən böyük, ən kiçik qiyməti M idi. M-in düsturunu deyin görüm. Mənfi B bölçə. Qəşəng, mənfi B bölçə. Amma ifadənin son, yəni son cavab M-i yerinə qoyub N-i alırıq da, bunu yerinə qoyuruq. Cavab alırıq. İfadənin amma cavabı, uşaqlar N-dır. N-ın düsturunu deyin görüm. 4A səhməz B kvadrat. Bölçə. Keçən də dikkat edin, bax. 4 ayla başlayırsanız 4 ay deməndə. Bir dəqiqə. 4A çıx B kvadrat böl 4. Böl 4 ay. 4 ay çıx B kvadrat böl 4 ay. Törəmədən bağlı hər bir şey yox. İndi elə bunu törəməyə gətirəcəm. Bəs ümumiyyətlə sizə deyirsə ki, nəyinsə ən böyük qiymətini alır. Əslində incə ilə orada danışdıq. Nə edəcəyik? Funksiyanın törəməsini tapıb Məhəmməd sıfıra bərabər edəcəksən. Onun məsələn törəməsi neçədir? Onun törəməsi 3. 3. Və gətirib funksiyonu yerinə qoyacaqsan. F3 nöqtəsində görün neçə alır? 9 təgəl 5, 14. Bu ən kiçik qiymət burada. Ən kiçik qiymət 14, ən böyük qiymətin müsbət sonsuzluqdur burada. Bildiniz görün. Deyək ki, ifadə müsbətlə başlayırsa, ən kiçik qiymətlər 14. Bir də deyəm, Məhəmməd, yəni həmişə M-ilə tapmırıq. Törəmə tapıb, sıfıra bərabər edib, həmin kökü gətirib, funksiyanın özündə yerinə qoyub cavabı tapırıq. Bu. İnteqralla bağlı soruşumda. Mənə deyin, 1 bölü x-in inteqralını. Ln x. Ln-in görməsək, Məhəmməd 1 bölü x. Amma modulda həmişə. Plus nə? S. S. İntegral sabiti. Bunu deyin görün. Deyil. X-də 4 böl 4. Qəşəng. İntegral nə eləyir? Bölüdür. Ona görə x-in kubu olur x üstü 4 böl 4. Hardan ara? 2-dən 2. Birinci hansı qoyun? 2. Həmçə, düsturı istəyilən şey yazılar. Yuxarı çıx aşağı, bu sözlərin şey yazılır, çox şürmə olacaq. Birinci yuxarını qoyaq, 2-ni qoyun yerinə. 16-nı 4-ə böləndə 4. İndi aşağını qoyun. 1 böl 4. Bildiniz? Yəni, bu şeylərdə diqqətli olun. Yəni, ən çox bunu soruşmaq istəyirdim. Bir də bunu keçən günlərdən soruşmadınız, rəngə qaldı. Rəngə ödüldən sağ verin. 13-cü suala bir daha baxın. Nəsə izah eləmək istəyirəm, bunu bilmirəm. Sonra 13-cü bir izah edin ki, variantları oturam, siz soruş. Deyir ki, bu funksiyadır. K 1, 7, -7 nöqtəsindən keçən ibtidai funksiyasını tapır. İbtidai funksiya nə deməkdir? İntegral. Qəşəng. Fatimə belə yadda saxla. İbtidai funksiya nə deməkdir? İntegral. Bir dənə sözü beynində otursun. İntegral. İntegral nə eləyir? Balaca f-i nə eləyəcək? İntegral nə eləyir? Böyüdür. Olacaq nə? Böyük f-i. Deməli, biz balaca f-i integrallayıb nəyə tapırıq? Böyük f-i. İndi bunu integrallayın görün. 6x kubu bölü 4. X-in üstü. 2 bölü 2. Niyə səssiz tutulur? Qız ona. 20. 20-nin integralı 20. Özü.
20x. Aynen. Törəməsi Aynen. sıfırdır. İntegral neydi? Böyüdür görüm. Plus nə? S. Plus integralda sərhəd var. Heç deyir sizə hansısa nöqtədən hansısa nöqtəyə qədər. Elə bir şey demədiyinə görə. Plus c. İndi bir dəqiqə diqqətli olun. Biz integral, ibtidai funksiyanı tapdıq ki, budur, hə? Möhtəzənin içində birinci gördüyüm nədir? X. X. Yəni bunu yerinə qoyuram, cavabı nəyə bərabər edirəm? Mənfi 7-yə. Bütün x-ların yerinə 1 qoyacam. Cavabı da nəyə bərabər edəcəm? Mənfi 7-yə. 6-nı 3-ə bölün. 2, vur 1, çıxılsın 1, çıxılsın 20. Üstə gələcək. Bərabər nəyə? Mənfi 7-yə. Mənfi 19. Hesabı siz verin. Niyə bu cür ölümsüz? Rəşad etmiş onda bunu anlatırdan. Çıxartma. Ben de başka şey yazdım ama Mənfi 7-nin üstünə 19 gəlin. 12. 12. Z-ni neçə tapdıq? Evet. 13. İndi can funksiyonu biraz səliqəli yazaq. 2x-in kubu çıx x-in kvadratı çıx 20x. Z-ni də tapdıq. Müsbət 13. Hansı variant? Evet. Qəşəng. Anladınız mı? Teşekkürler. Şimdi 16 ne yazmışsınız? A. 16A, 17, C yazdım. 17 Y, 18 B. Babək, 19 A. A, 20 D. 20 A, 21 A. 21 A, 22 22. çok hoş. D. A yazdım. A da A. 23 2. 2. Burada yazık, burada üstünde yazıldı. 24 11. 24'te 2. Dikkatli olarsa. 25 2. 3, 26 7. 11. 42 27 27. Ben görsəmir xətlər məndə. 1 B'ye 2 C 3 A'dı. Deyərdim. 28 qəşəng sualıydı. Düşər. İkinci bloka 28 bolunu düşər. 6 28 6 29 X kvadrat plus AX 6x çıx 10 bölünsün x plus 3'ün kvadratı. qəşəng. O 20 30 isbat edən var. Xeyr. Siz də deyin, mən məni çox yorulun özünüzü. 16-dan 23-ə qədər səhv deyin. 17. Gözləyin. Bir dəqiqə, 17 sonra 22. 22. Məhəmməd səndə Bizde 16-dan 23-ə daxil. 19. 19. Aynısı. Tamam. 17'den başlayalım. Ha. Birinci görsün. Pi bölü 3 neçə deməkdir? 80 bölü 60. 60. 0 dərəcədən 60 dərəcə. O dx-i yazmıram ki, fikrimiz qarşımasın. Yəni dx bilirsiniz nə deməkdir? X-a nəzərən integralla. X-a nəzərən deməkdir. Amma onun bizə nailiyyət var. Onun x var. Burada y, a, b var ki, yox. Bir dənə də deyə yazmıram. Ay uşaqlar. Diqqətlə qulaq as Məhəmməd. İkisi də 0-dan 60-a deyil. Bir Niyə ikisini də çevirdim. birləşdirməmişsiniz 0-dan 60-a yazmamışsınız? İndi a üstəgəl b-nin kvadrat üstünü açın görün. A kvadrat. Üstəgəl 2 dənə a deyiz. Üstəgəl b kvadrat. Məhəmməd bildin? A kvadrat plus 6 üstəgəl b kvadrat. Hərəkət. Yazılar orada bir görmem var. Burada var. Sonra şey deyəm. Çıxılsın 2 tangens x. Canlıdaya məsələşmək istəmirəm, biraz məsələşək. 2 tangens x-dən gedir. Qalır, bu çox möhtəşəm bir şeydir. Səsən çıx məsələşək. Tutaş dedi başlayır. Tamam, nə istəyir?
Sinüsleri var. Yəni bir bölsün. Yox, yəni elə. Sinus bölü kosinusdur, yəni kvadratdadır. Kəsrlə nəsə toplananda nə edeyim? Ortaxma xərcə gətirin Məhəmməd. İkisini də nəyə gətirin? Kosinusun kvadratına. İkisini də kosinusun kvadratına gətirirəm. Məxrəci kosinusun kvadratına vurdumsa, sürəti də kosinusun kvadratına vururam. Üstə gəl sinus kvadrat x. Kosinusun kvadratının üstə sinusun kvadratını gələcək. 1. Kosinusun kvadratı. 0-dan 60-a. Bir də düşünün, integral törəmənin tərsi idi də. Nəyin törəməsi 1 bölü kosinusun kvadratı? Tangensi. Bayaq sən özün dedin, Məhəmməd. Tangens nədir? Sinus bölü kosinusdur. Törəməsi nədir? 1 bölü kosinusun kvadratı. Tangens x-in. Bildin nədir yazın? Bildim. Tangens x-in törəməsi 1 bölü kosinusun kvadratıdır. Hardan alaq? 0-dan 60-a. Demişəm, bunu yazan kimi Newton Lewis üstü sayılır. Nə yazırsınız? Yuxarı, çıx, aşağı. Yuxarıda 60-dır. Tangens 60-dan, tangens 0 çıxın. Tangens 60 dərəcədən neçə alır? Kök 3. Tangens düz 60-da kök 3 alır. Tangens yerdə neçə alır? Yox, yerdə 0. Sinuslu, tangens yerdə 0 alır. Bunu nə yazın? Yerə yapışıb. Sinus da yerə yapışanda bu çox qalxmayıb da yerdədir 0-dır da. Tangens də yerdədir 0-dır. Çünki tangens sinus bölü kosinus deməkdir. 0-ı nəyə bölsə daha yenə 0-dır. Sinusla tangens yerdə 0-dır. Onu qeyd götür. Sütlar nə oldu ki, çıxanda götür. Diqqətli yazın. Yazdaşlayın. Mən bilmədim ki, bu 04-05 2024 kimdir? Təşəkkürlər, dəstək üçün. Önünüzü görürəm. Bakın, bakın. Yuvarım, tutur ya. Saçı da oradan burada. Uşaqların dirəcəliyim, bəlkə sən? Çok şeylerden, başkası var. Ben de dedim ki bugün iki telefondan tanımazsın diye. Hem on telefondan hem ben telefondan sonra iki tane bitti. O da canlı. Başkası var. Ama olmaz olmaz. Birimizi uygunlaştır ama birimizi uygunlaşmış. 19 dedin Mehmet. Ha, 19 çok köşen sualdı. Bir tane dikkatli olun. Y üstü x vurulsun, 3 üstünde 3x beraber. Bir de 3 üstünde 3. 3'ün kubu neye beraberdi? 27. 3'ün kubu 27. Y üstü x sözü y üstü x'in. 3'ün kubu nedir? 27 üstü x. Mehmet, ikisinin de üstü x'dir. Onda ben bunları birbirine vura bilərəm. 27'ni y'ye vur. 27 y. Üstündə x. Bu ədəddir də. Y hər hansı bir 2 tam neçə olan ədəddir, irrasional ədəd. 27-nin də hər hansı bir ədədə vuranda bu ədəddir. A üstü x-in integralını kim bilir? 1 bölsün x vur. 1 bölsün ln adı. A üstü x-in törəməsi nə idi? A üstü x-in özü, Məhəmməd səni izah elədim, öz qalır, ln aya vururam.
bölünsün elin bu ədəd 27 y plus c yazıram. Aydınlık bırak. Mehmet 27 vur y. Logaritmalar nə vaxt vurulur? Sizin toplananda. Elin 27 plus elin y. Bildim Mehmet 27 y'ye olmaq üçün elin 27 ilə elin y'ni toplayıram. Sonra olsa deyərsiz söndürəm. Elin 27, 27'ni ne yazarım? 3'ün kubu, Mehmet. Bu 3 qabağa düşər. Bildin nə? Axı logaritmada qüvvət qabağa düşür. 3 dənə elin 100. Elin yeni, gəl burada hesablayaq. Elin logaritma nə deməkdir? Y. Eyni ədəddən eyni ədəd? 1. Bu da elədim, ondan alayam. Olsa yapımdan yerində. Və baxın, elə qəşin cavab verirdilər, şeylə nasıl olunlar. Jurnalistdən anlatılmıyor. Universitet çocukları təbii ki bilməz. Universitet oturması biləcək. Siz bilin. Əsasən logaritm ana əsaslanırsa Allah'ıdır. Evci. Bu elin. Elin olanda y əsaslanılır. Evci olanda ona əsaslanılır. Fatma sen bunu yazmıştın. Ben. Olmasın herhalde. Bir de soruşuram. A üstü x'in törəməsi. A elin. A üstü x bölünsün. Vurulsun, törəmədə vururam. A üstü x vur elin A. Bəs A üstü x'in integralı. Ben karıştırıyorum. Ben A üstü x böl elin A. töreme integralı həmişə karıştırıyorum. Karıştırmayın, ne var ki orada? Necə ki x'in kubunun integralı nədir? X üstü 4 böl 4 bölmürük 4'e. Burada da bölürük de elin A'ya. İntegralda bölürük de həmişə. İntegralda həmişə bölürük. İntegralda bölmə var. İndi 22. Çox qəşəng sualdır. O biləyi yaza bilmişsən, Məhəmməd? Yazmışsınız. Ümidçi. İkisini mən deyəcəm, qalanını siz özünüz deyəsiniz. Diqqətlə baxın, görürüm. Bir birincini mən deyəcəm, bir də olsun dördüncü. Burada bunu yazıldan. Çünki 3 dənə məhsul var. Bir də mən mədəlmə bax, 3 dənə məhsul var. Mən bilməliyəm ki, nəyə nəzərən integral deyirəm. Deyək dx, yəni x-a nəzərən integralla. Görün burada nə deyir? Eyni şeydir. Onda dördüncünü yazmayayım, beşincini yazmayayım. Burada da deyir y-ə nəzərən integralla. Eynidir, sual eynidir. Hə, baxmamısan aslında. X-a nəzərən integrallayırsa, x-a baxıram. X kubunun integralı neçədir? X üstü 4 bölünsün 4. Məhəmməd, x-a baxıram, x üstü 4 böl 4. Məhəmməd, mən x-a baxıramsa, digərləri sabitdir və yerində durur. Yəni bunlar nədir? Sabitdir. Çünki bax, deyək, x-a nəzərən integrallar. Bunlar ədəddir, yəni 5-dir. Bunun önəmi yoxdur ki, bunu olduğu kimi köçürəm. Y üstü 4, z üstü 5. Plus nə? Z. Görün, hansı variantdadır? Bu elə yəni birdə doğrudur, doğrudur. Deyir doğru və yanlış olduğundan doğrudur. X üstü 4, Y üstü 4, Z üstü 5 böl 4 üstü. İndi bunu siz deyin görün, Y-ə nəzərən integrallayın. Məxrəcdə 5 olur. X-in kubu vurulsun Y üstü 5, vurulsun Z üstü 5. Bir də Y-ə nəzərən integrallayanda nə oldu? X-in kubu Y-ə nəzərən integrallayanda Y üstü 5, bölünsün 5. Digərləri sabit olaraq qalır Məhəmməd. Nə qaldı? X-in kubu, bir də Z üstü 5 yerində qaldı. Plus C. Görün orada belə yazılır, 5-ci-də. 5-ci belədir. 2-ci mi? Yox, 5-ci belədirmi? Yəni düzdür səhvdir. Belə deyil, deməli 5 səhv. Yaxşı, onu soruşuram. İkinci görün düzdür səhvdir. Şifay da bu, heç yazmayın. Bunu yazın, amma sonra şifay baxın. 2, Məhəmməd, sən də düzdür səhvdir. 3 düzdür. 3 də düzdür.
Yaxşı, 6-da nə olmalıydı? Necə? 6-da Z-də görə deyirsən. Z-in üstü neçədir orada? 5. X dəyişməməli. X-la Y dəyişməməli, bir dənə Z dəyişməlidir. Z üstü 6/6. Doğru. Yaxşı, mənə 24-dən 30-a qədər sual seçim deyin, qəşəng suallar var. Bunu yazın, bunu yazın. Məhəmməd. Düzdür. Bu. Güzel. 26 özü. 24-dən 30-a qədər 24 tane zamınızda səhv idi abi. Əslində toramalı birinə bir qoyacaqdı. Amma yaz qoyamam, üstə deyil. 24, 26 sonra 30'a qədər. 27'də də düz düşməmişdi. 28. Bir də 30'un isbatını deyərəm. Məncə bunlardır. Siz deyirsiniz, çünki deyirsiniz rahatlıqla təsadüfən səs çıxıb. Məsaj olunur. Situasiyada olsa qəşəng olardı. Mən ikinci qrupam. Hə, sən ikinci qrupsan. Situasiya, mənim qrupumda hazırda hamısı birdir də. Ona görə şey eləmirəm, burada işlətmirəm. İndi 24. X üstə gəl. X üstü 2-dən 1. 2x üstü 4'də 1. Deyil, y-in törəməsinin bir qiymətini tapın. A, bu nə yazmaq? X-in törəməsi 1. X üstü 2-də 1'in törəməsi. Törəməni tapanda bu qabağa düşür. Üstü 1 vaxt azalır. 2-də 1'dən 1'i çıxın. Mənfi 2-dir. Məhəmməd, 2-də 1'dən 2'də 2'ni çıxanda mənfi 2-dir. Üstə gəl, əmsal yerində qalır. Qabağa düşür. Bunu 4'də 1'dən 4'də 4'ü çıxın. Mənfi 4'dür. Törəməli, deyir, bütün x-ların yerinə 1 qoyun. Mən də sizə bir şey demişəm. 1'in istənilən dərəcəsi də 1'dir. İstənilən dərəcəsi də 1'dir. İstənilən dərəcədən kökü də 1'dir. Yəni, siz heç bunları hesablamaya ehtiyac var? Yox. Mən də onun yerinə 1 qoyuram. 1'in istənilən bir şey nədir? 1. 1'in istənilən bir şey nədir? 1. 1. Üstə gəl 2'də 1 vur 1. Üstə gəl 2 vur 4'də 1. Eləyir 2'də 1. 1 üstə gəl 2'də 1, üstə gəl 2'də 1. Saat neçədədir? Gözünü bax verəcəm yazmalı. Dən bura baxın, bunlara baxın. X üstü mənfi 2'də 1. Mənə deyin görüm. Ədədin üstündə mənfi görəndə neyinirəm? Kəsrət. 1 bölü. Sən də soru oldu. Mən də əsərdən hər yerim istəyim. Sən də narahatsan mən də. 1 böl, bunun özü müsbəti. Mən əsəbləşəm, o insan evdə stres və əsəbi canının sağlığına nədir? Nə qədər heç vecmə almıram, amma bütün hər yerim bərbad deyil. Heç nə vecmə almıram, amma bərbad. Hə, indi 2'də 1'i nə yazın? X mənfi 2. Yox. 2'də 1'i nə yazın? 1x. Onda 5. İkinci dərəcədən... Hə, 2-də. Kök altda ikinci dərəcədən 1. Bunu 1000 dəfə dediniz. Sizdə keçin dəfə nə qədər qırqalanır? 1 böl kök x. Məmməd orada da deyir ki, x-in yerinə 1 qoyursan, həqiqətən zat 1 edir. Amma bu qədər uzatmaya ehtiyac yoxdur. 1'in üstünə nə yazsaz, həmişə neçə eləyəcəkdir? 1 eləyəcəkdir. Orada da deyir ki, x-in yerinə 1 qoy. İndi bunu özünüz deyin, mən yazın. Nə yazın? 1 bölünsün 4-cü dərəcədən kök altında x-in. 1 bölünsün x üstü 4'də 3. Bunda nə yazıram? 4-cü dərəcədən x-in. Bax, 4-cü dərəcədən 3. İndi burada deyir ki, yerinə 1 qoy, onsuz 1'in istənilən dərəcəsi də 1-də cavab yenə 1. Bildiniz? Yaz. Sərtdəyim.
5-ci dərəcədən kök 5-ci altına. dərəcədən 3. Aynen. Bilirsən. Bax, 4-cü dərəcədən 3. X üstü 5-dir, 5-ci dərəcədən 3 deməkdir. Bunu 30-un beynə. Sonra 26. Bu ki sadədir. Küçük özümə gəldim. Aşağısı da biraz qalsın ki, özümüzə çımıza görürsün. 26. Deyir ki, A və B natural ədədləri üçün sənindir, Fatimə? Bəli. 2x dx, yəni də x-ə nəzərən inteqralla bunu 13-ə bərabər edir. İnteqralda da törəmədə də əmsal yerində qalır. 2 yerində qalır. X-in inteqralı neçədir? 1. Törəmə kiçidir. İntegral eyni yer böyüdür. Fatimə, x üstü 1-in inteqralı x üstü 2 bölü 2. Diqqətli ol. X üstü 1-in inteqralı deyəndə böyüyür. Bax, x-in kvadratının inteqralı deyəndə Fatimə böyüyür, olur x-in kubu bölü 3. Məsələn, x-i inteqrallayanda x-in kvadratı bölü 2. İndi deyir ki, inteqralla A-dan B-yə. Qaldı x kvadrat, B-dən A-ya. 13. Birinci hansını qoyun? Yuxarı, çıx aşağı. Yuxarı, çıx aşağı. B kvadrat, bax, x-in yerinə B qoyuram. Məhəmməd, B-ni qoyub, B kvadrat, çıx A kvadrat. Fatimə görürsən, soruş. İndi nə edin bu üstü? B-nin sonra bir kısmı. Nəyə burada olan şeydir? 1-dən 13. Sistem təhlil qurmalıydınız. B7 saat neçədir? 6. 6. Məhəmməd, 7-ün üstünə necə yandı onu şey? 6. B7 6. Sizə nə deyir ki, A vur B hasilini tapın, 7-dən 6 yorulacaq. Sadə sual. Yaz. Gözümün nə deyil? Mən bir ay düz inteqralla törəmə haqqında dərs keçmişəm. Niyə onunla belə də mən qavrayamıram o dərsi? Bir ay. Yəni bir ayda, həftədə 3 dəfə mən ancaq törəməylə integral keçmişəm. Sırf o üzrə ki, yəni başa düşüm. 10 gün sonra yeni öyrənəcəm. Bir dəfə onda mənə şey deyərsən, mən keçərəm sənə. Nə, sadə şey də axı. Tuta bilmirəm. Əmsal yerində qalır. İntegralda ədəd böyüyür, o birisində kiçilir, məhsul. İntegralda məhsul. Trigonometriya yazıram rahat, amma onu yazamıram. Bu çox rahat şeydir. 27-nin birincisindən 3-cünü lövhədə çəkəcəm, üstündən müzakirə edək. Şu ikinci sayda. Sufran istəsəz deyim, gəl lütfən. İki dənə qrafik çəkirəm. Məhəmməd, çox diqqətlə baxın. Biri budur qrafikin və fx yazıb. Sadəcə fx yazıb. Bir dənə burada 0 yazıb. Və bizə ekstremum nöqtənin sayını istəyir. Maksimum nöqtənin sayını istəyir, minimum nöqtənin sayını istəyir. Bir də belə bir qrafik var. Bu birinci qrafikdir. Üçüncü çəkirəm. Diqqətlə baxın, çox vacibdir. Burada amma yazıb f'(x). Bu funksiyonun özüdür, bu nə idi? Törəməsi tamam başqa cür tapılır. Bunun ekstremum nöqtəsini istəyir.
sayını, maksimum nöqtələrinin sayını istəyir, minimum nöqtələrinin sayını istəyir, tapar. Burada necə tapıram maksimum, minimum nöqtələri? 3 dənə ekstremum var. Müsbətdən mənfiyə, mənfidən müsbətə keçsin. Funksiyada, Kəsirsən. fizikada yox, fizikada keçdiyiniz maksimum, minimum nöqtə nədir? Dalğanın təpəsi maksimum nöqtədir, dalğanın aşağısı minimum nöqtədir. Bu budur. Funksiyada maksimum, minimum nöqtə nədir? Dalğanın yuxarısı. O lambda, demədim, lambda çəkmək yadımdan ziyanlısı deyil. Lambdaların da zəminə mənlər döyədir, yanımızı saxladı. Bu, deməli, neçəsi maksimumdur? Bir dənə Dalğanın bir dənə təpəsi var, hər maksimum bir dənədir. Minimumla neçədir? O da bir dənədir. Bəs ikisi bir yerdə ekstremum nöqtə sayılır da, hə? Ekstremal hal, ikisi sıxan bir yerlər haradır? Biri bura, biri bura. 2 dənə. Oturdu beyninizdə. İndi bura baxın. Bəs funksiyanın törəməsində həmişə nə demişəm? Hansı nöqtə ağlınıza gəlsin? Böhran nöqtə ağlınıza gəlsin. Böhran nöqtə hansılardır ki? Y0 Xətti kəsin nöqtələr deyil. Hə, x-i kəsən nöqtələr. Y0 Amma deməlisən ki, x-in üzərində olan nöqtələrdir. Y0 hardan bilək hansıdır? Şöyle böhran nöqtələr, Məhəmməd, törəməni sıfıra çevirən nöqtələr nəyin üstündə olur? X-in üzərində olur. X-in üzərində olan nöqtələr deyin görün. 3 dənə. Bu. Deməli, onda 3 dənə ekstremum nöqtəsi var. 3 dənə. İndi baxıq görək. Bu minimumdur, maksimumdur. Maksimum. Müsbətdən mənfiyə keçib maksimum qəşəng. Bu minimumdur, maksimumdur. Sol tərəfdən bax, mənfidən müsbətə keçib minimum, düzdür. Bu Maksimum. müsbətdən mənfiyə keçib maksimum. Neçəsi maksimum oldu? İkisi. İkisi maksimum oldu. Neçəsi minimum oldu? 1. Mütləq qeyd götürün. Funksiyanın özü belə tapılır, törəməsi ilə tapılır. 1-ə getdi B-yə, 2-ni rahat da olsun bir dənədir. 2-yə getdi C, 3-ə də getdi A-dır. 1-ə B-yə, 2-yə C, 3-ə A-dır. Yazın siz. Düzdür. Çünki kəsilməz və kəsilən funksiyalar var, düzdür. Sadəcə baxım görün. Funksiyalar burada. Özümüz tərtib edəndə onun dəqiqliyi və doğruluğuna baxın. Özümü tərtib edəndə baxıram. Baxın, verilmiş funksiyalar üçün düz aralıq verməlidir. Canlıları ilə çox vaxt hər gün 13:30-dan 15:30-a qədər açıram. Belə açıram elə. Baxın, yəni sualın özü belədir uşaqlar. Orada düzdür, A-dan B-yə və ya hansısa ən azından nöqtələr qoymalı ki, amma elə verib də, yəni sonsuz aralıqda soruşmur ki, bizdən verilən aralıqda, verilmiş funksiyalar. Yəni verilən aralıqdakı hissəsini istəyir. Zeynəb buradasan. Zeynəbdir də yəqin. Zeynəb sənsən burada olan Z. Zeynəbi atmaq yadımızdan çıxır hər dəfə. Hə, Z elə bildim Zeynəbdir. Zeynəb deyilmiş. Hə, Zeynəb sən imişsən, hə. Söv. Belə. Sonra 28. Qəşəng sual, çətin sual olaraq sala bilərlər. Zeynəm, qayda atacağım. Üzülü sayı yadından çıxmışsan ki şeydir. Beynimdə o qədər fikir var. 28 baxarsan oradan yenə. Deyir, x-in bir nöqtəsini verib ki, o biri nöqtəni verməyib. Deyir, y bərabərdir 4x xətləri birinci koordinat rübününün tən böləni ilə hüdudlanmış fiqurun sahəsini integralla tapın. Bunları çəkməliyik. Orada nəsə kəsişməlidir, o kəsişən hissənin sahəsini tapmalıyıq. Diqqətli olun görün. Birinci rüb bura
buradır. Deyək, birinci rübün təm böləni. Birinci rüb neçə dərəcədir? 90-ın təm böləni 45. 45 dərəcəlik xətt. Mərkəzdən keçirsə düz xəttin neyin görür mənə? Nə yazım bura? KX üstəgəl B, amma mərkəzdən keçirsə üstəgəl B yoxdur. Bəy özüm demişdim, Y bərabərdir KX. Düz xətt Y bərabərdir KX. 90-ın təm bölü bizə neçə dərəcə idi? K bucaq əmsaldır. Bucağın nə idi? Tangens 45, o da neçə elədi? Tangens 45 elədi. Şimdi gətirib buraya yazıram 1x. Yəni y bərabərdir 1x. Funksiyanın biri buymuş. Y bərabərdir x. İstəyirsiniz bura qədərin yazın, qarışmasın. Funksiyanın o birisini də verib 4x yazın. Bu daha dikine qalacaq. Çünki doğruda vurub. Yəni bu 1 nöqtəsində 1 alır, 2 nöqtəsində 2 alır. Amma bu doğruda vuracaq. Daha dikine qalacaq. Çəkəcəm, yazın. Y bərabərdir x belə ünvanı gələn bir şeydir. Y bərabərdir 4x daha dikine, 4'ə vura gedən bir şeydir. Belə. Y bərabərdir 4x. Deyək, x bərabərdir 2. X-in 2 nöqtəsini burada qeyd edeyim. Görüşdə funksiyalar sonsuz gedir. Bərabərdir 2. Bu belə. 3 dənə xəttin üstünə görürsünüz. Y bərabərdir x, y bərabərdir 4x. Bu da x bərabərdir 2. Üçünün də kəsişdiyi yer buradır. Buranın sahəsini istəyir. Normalda biz 45-dən istifadə edib tapa bilərik, amma özü deyir ki, bizə şərt verir ki, inteqraldan tapaq. Bu məcbur inteqraldan tapaq. İnteqralda Newton deyib, nə deyib? Yuxarıdakı funksiyadan aşağıdakı funksiyana çıxın. Harada kəsişdiyi nöqtələrdə aralığında bayaq uşaq deyildi. Orada mən integral düşsə aralıqlı inteqral, yəni arada törəmə qaldı, düz deyil. İndi haradan haradır? Bura hansı nöqtədir? Mərkəz nöqtəsi 0. Məhəmməd, o biri x-i də özü verib neçə? 2. Deməli, haradan hara integral yazam? 0-dan 2-yə. Bir də diqqətlə baxın. Şöyle, bu funksiyaları integral verir. Haradan hara? 0-dan 2-yə integral verir. Hansı funksiya? Funksiya 1 y bərabərdir 4x idi. Birini də özümüz burada hesablayıb tapdıq ki, y bərabərdir 1x. Buraya yazalım, y bərabərdir 1x. Sizə nə demək, 4x daha dikine qalxır. Yuxarıda olan 4x də aşağıda olan 1x. Bildiniz? Bunu integral. Əmsal yerində qalır. X-in integralı bölüdün. X kvadrat. X kvadrat bölü 2. 0-dan 2-yə. Bir dəfə yerini 2 qoyacam. 2-ni qoyun görüm. 4 bölü 2, 2 üçün 6. 6. 0-a da vuranda hər şeyi 0'dır. 6 çıx 0, cavab elədi 6. Deməli, o fiqurun sahəsi 6-ymış. Yaz. Keçən sahət. Keçən sahət. Reyn kimsiz ki? Reyn kimdir? Savadlı insanlar görəndə sevinirəm. Hələ də beyni işləyən insanlar var. Görəndə sevinirəm. Aydan ikinci tura hazırlaşırlar. 04, 05, 2024 kimdir ki o? Sən uşaqlarını yox. Qoy baxım. Getmək istəyirəm, gedəmirəm. Görüm o kimdir burada? Bayaqdan deyir, coğrafiyaya getmək istəyirəm. Ya, kaydı var məndə. İstəsiniz nömrəyə yazarsınız, kaydını ataram. Bunların kaydı qalır məndə. YouTube'da link şəklində yerləşdirirəm. YouTube səhifəsinə də yazarsınız, oradan baxarsınız. Kayıtlar YouTube'a atılır. Aydan 3-cü qrup deməli blok vermir, buraxılış verir, yəni martda da. Onlara bilsən nə düşmür? Törəmə, integral, limit düşmür, plus funksiyanın çətin hissələri düşmür. Funksiya bilirsiniz nə düşür? Dərsdən kənar etsin soruşmaq olmaz, nə böldüsüz nədir? Bilirsiniz onlara nə düşür? Dedim, törəmə, integral, limit düşmür.
Bir də düşməyən vacib söhbət eləyirdim. Hər mənasız insan mənasızlığın gəlib tökür də bura. Deməli, başqa funksiyanın çətin hissələri düşmür. Aydan funksiyadan bilsən nə düşür bir dənə? Həndəsə də yox, həndəsə geniş düşür. Həndəsədən hər şey düşür Aydan. Buraxılışın həndəsəsi blokun həndəsəsindən daha çətin olur da. Yəni sən 3-cü qrupa həndəsəni dərin keçməlisən. Çünki 7 dənə yazılı sualın çoxu həndəsə olur. Elə orada da zəif riyaziyyat olmalıdır. Deməli, Aydan, həndəsən yox, buraxılışa hazırlaşan uşağa həndəsəni qəşəng keçməlisən, buraxılışı o qədər çətin salırıq, o qədər çətindir. Yəni, orada ağlaşma qırıq ki, uşaqlar bunu bilmir, yox deyir, yox, buraxılış riyaziyyat, siz salmalısınız da bunu. Buraxılış çətin olur, yəni. Yəni, blokdan mı görürük ki, yoxdur, uşaqların nəticəsi aşağıdır, normal salmaq olur. Belə heç nə, mən ardını izah edeyim uşaqlar, sonra soruşarsınız sallarınız. 30. Bir dənə o şeyi bilir. Fatimə, törəmə nə eləyir? Kiçincir. İntegral nə eləyir? Bölündür. Bir dənə sən hissəsini. Törəmə kiçildir. İntegral bölündür. Bir dənə bunu bilsəz. Yəni, məğz budur. Cavabdan da çıxdaş eləyib tapmaq olur. Önəmli olur. Törəmin vasitəsilə isbat. Kim birinci qrupda baxsın, isbat. Deyir ki, isbat edin ki, perimetri 2 epsilon olan düzbucaqlı formalı figurların içərisindən sahənin ən böyüyü kvadratdır. Bunu isbat edin. Düzbucaqlı görən kimi nə yazıram? AB. AB, qəşəng. Bir də burası nə qoyuram? 90. Düzbucaqlı görən kimi AB 90. Kvadrat görən kimi nə yazıram? A 90. Deməli, bunun perimetrinin düsturu müəyyən görür. 2 vursun A plus B. A plus B. Deyir nəyə bərabərdir? 2 epsilon. 2-lər gedir, A plus B bərabərdir epsilon. Sizə demişəm, Məhəmməd, mənə lazımdır 2 dənə nəyəsə cəmi nədir? Mənə onların, Fatimə, ayrı-ayrı qiymətləri lazımdır. İstəyirsiniz birini tapaq, məsələn, eninə nə yazın? A-nı tapaq görək, eninə nə yazın? A nəyə bərabərdir? Epsilon çıx B. Epsilon çıx B. Görün anladınız nə deyirəm? Hər kəsdə 2 dənə nəyəsə cəmi fərqi. Sizə maraqlıdır ki, atamla mənim yaşımın fərqi neçədir? Yox, lazım ki, mən atamla neçə, sizə ya mən lazımım, ya da atamla, ikimiz hara lazımdır. A bərabərdir epsilon çıx B. Yine deyir ki, sahənin ən böyük qiyməti. Bayaq dedik, ümumiyyətlə, söhbət bunun ən böyük sahəsinin qiymətini isbat edir ki, kvadratdır. Bunun düzbucaqlının sahəsi AB. AB. Nəyinsə ən böyük ən kiçik qiymətin ML-dən başqa necə tapırdın? Yadımdan çıxdı. Bayaq dedik, ən böyük ən kiçik qiymət. Törəməni tapıb, sıfıra bərabər eləməklə. Həmən bunun törəməsini tapıb sıfıra bərabər edəcəm. Amma birinci hesablayırıq, bax qayda da. Hesablayırıq, sonra törəməsini tapırıq. Hesabla, sonra törəmə tapırıq. Bir dəqiqə, dedik A-nın yerə nə yazacaq? Epsilon çıx beta, B. Vurulsun B, bunu hesablayacağım. Sonra bunun törəməsini tapıb sıfıra bərabər edəcəm. Amma birinci hesablamaya. Epsilonu B-yə vururam, epsilon B. B-ni B-yə vururam, B-nin kvadratı. Bunun törəməsini tapıb sıfıra bərabər edirəm. Fatimə, epsilondan bir dənədir. Niyə epsilona görə törəmə tapım? B-yə görə törəmə tapılam. B-yə görə törəmə tapanda əmsal yerində qalır, B itirir. B kvadratının törəməsi də 2B. Bərabərdir 0. Tapdıq ki, epsilon nəyə bərabərmiş? 2B-yə. Məhəmməd dayı 2B-ni bu yana at. Epsilon bərabərdir 2B. Bizə deyirdik ki, sahənin ən böyük sahə kvadratda olduğunu isbat edeyim də. Görürəm. Bizə ona görə törəməni sıfıra bərabər elədik ki, törəməni sıfıra Epsilon gətirək, orada A bərabərdir, epsilon çıx B-nin yerinə qoyaq. A B-yə bərabər olur.
Məhəmməd, A-nı tapdıq ki, epsilon tapdıq ki, 2B-dir. Gətir epsilon yerinə 2B yazıram. Cavab nə oldu? B. Məhəmməd, A, B-yə bərabərsə onda düz bucaqlı nəymiş? Kvadratmış. N-lə uzunluğu bərabər olan düz bucaqlı nədir? Kvadrat. Yazırsınız, ispat olunur. Bir də amma axırda üstünə bir şey geçim. Ən böyük kiçik qiymət görən kimi Məhəmməd neylə? Mən siz bərabər eləmişdim. Başqa heç sənə. Qorxmayın, yalnız qorxmayın. Yazdılar ya, zamanın şeylərini yoxlayır. Hamısı elə qışın şapı-şap yazdır. Hamısı qışın yazdır. Bax, yenə uşaqlar orada nə edir? Uşaqlar, bir yana sizlərdən biri yazdı. Bax, kameraya uşaqlar baxarsan. Baxarsan, həmin uşaq özündən istəsən və ya silə bilməsə valideynini sağlayacaqsan. Yəni, kameradan baxarsa, ya uşaqlar özündən istəyəcəksən. Kim deyil ki o ya? Nasıl o? Bu ne yapıyor? Buna gelmiyor. Ben onlara koyayım. Neyse bu da biz anlamadık ama. Ha. Ne ders tutarsın? Silersen yapacağım. Reyn de döl dildi bitirib. Həndəsə qurban olsun zər. Həndəsə niyə maraqsız olub bilmirəm də. Pedagojida oxuyuram. Riyaziyyat müəllimliyi 515 balla qəbul olmuşam. Əla, güzel. Xeyirli olsun inşallah bir yerdən başlayın işləyim mi, yoxsa əskər mi gedirsə heç bilmədim. Reyn qızdı mı, oğlandı mı? Başla bir yerdən iştahlar. Boş durma olmaz. Senin buna başa düşdünüz. İndi üçün test 10'u atırsınız. 1-dən 5'ə qədər baxırsınız. Biraz bax. Sən necə deyirsən? 15 dəqiqə. Qoy bax. Saat tutucu. Sən dərsin neçədə başlayır? Yəni tərsi 15 Ağustosda çıxmalıyım. Hələ 15 dəqiqə var yaxşı. 15 dəqiqə bax. Uşaqlar baxırsınız. Baxırsınız 1-dən 5'ə qədər. Vallahi uşaqlar sonra peşman olasınız da. Bu yolu mən gəlirəm. Mən gəldiklərimi özə deyirəm də. Çünki cavanlarla sizlərlə işləyirəm axı. Vallahi peşmanam ki, o yəni cavanlığı insan qəşəng dəyərləndirməli idi. Mən indi bunun 1000 qatı da ola bilərdim. Bəzi aralarda insan boşluq verir. O boşluğu verməsə daha yüksəkdə ola bilər. Yəni oturun, bir yerdən başlayın sürətli şəkildə. Dayanmayın. Yəni kimlənsə müqayisə eləməyin ki, mən 5-dən üstündən. 5-dən üstünsüzsə 7 milyard, nə bilim trilyardından da aşağısız axı. O da var. Diferensial tənlik uşaqlara elə dərin düşmür. Bunlara törəmə şəklində düşür. Ali məktəb səviyyəsində. Ali riyaziyyat yəni bunlara düşmür. Bu adi riyaziyyatdır. Uşaqlar bir dənə bura keçək. Burada nədir? Burada nədir? İ, kompleks ədəddən söhbət gedir. Bir də kombinizon permutasiya. Belə özün üçün Reyn nəyisə araşdırmaq istəyəndə elə Gemini'nin flash-ından istifadə edə bilərsən. Düzdür. Bu səhvdir. Nasıl? Bu düzdür. 2 səhvdir. Nasıl? Hə, 4 düzdür, 5 düzdür. Qəşəng. Bir daha satın. Baxa, Sən yazdın. Elə bir yerdə baxaq. Nasıl? nə olsa, məsələn, su yoxlayaq da görünür. Yaxşı.
Hazırda hansı səhv oldu? Bir an 4 səhv oldu. 4 barədə 3 səhv oldu. Tamam. Sən də mən özüm düzəltdim. Toplamışdım da mən. Onda da edirəm. Bir də 3-ü deyim, ona diqqətlə qulaq asın. Mövzumuz idi. Kırkçılıdır. Riyaziyyat rəqəmlərdən çıxanda biz. Deməli, baxırıq üçüncü suala. 2 bölünsün 3 sıx i. Deyir, bunu hesablayır. Kompleks ədəd sayılır. Məxrəcin icazı diləmək üçün qoşmasını olacaq. Düşün, kompleks ədəd bölmə şəklində olanda, Məhəmməd diqqətli ol. Nə edirik? Məxrəci qoşmasına vururuq. Bir də deyim, bölmə şəkli görsənsə məxrəci qoşmasına vursan. 3 sıx ilə nəyə vururuq? Heç bir şey. 3 üstə gəliyə. Məxrəci durduq yerə 3 üstə gəliyə vurdumsa sürətlə vurmalıyam. Çünki nə ixtiyarı var? Məxrəci vururum. Sürətlə onda vuram ki, tarazlansın. Aşağı oldu. Məhəmməd, A çıx B-nin üstə gəl B-yə vuranda. Anı kvadrat çıxıyım. A kvadrat. 9 sıx i. Qəşəng 9 çıx i kvadrat. Sürəti də vur. 6. 6 üstə gəl 2i. i-nin kvadratı nəyə bərabər? Mənfi 1. Məhəmməd, normalda kvadrat mənfi ola bilməz. Elə ona görə kompleks ədəddir ki, kvadratı mənfidir. Bir də i kvadratın yerinə mənfi 1 qoyacaq. Mənfi nə olacaq? Nisbət. Toplayacaq. Çıx mənfi 1 deyil, üstə gəlir. Ayrı-ayrı oldu biraz. 6-nı 10-a bölün. 0.6. 2-ni 10-a bölün. 0.2. Cavab da elə budur. Belədir. Soruşmaq istədiyiniz nəsə, kombinizon permutasiya Məhəmməd hesablaya bilirsən? 5-ci. Həqiqətən də düşünəmsiniz. İndi baxırsınız, 6-dan 11 də daxil olmaqla. Mənim yazılarım var. Yox, sən göstərin burada. 3-dən 5-ə dedər. Yox, elə qutarır. Oğuz axırında 15 sualdır da baxırlar, gedirlər. Sürükləyemiyorum. Zeynəb, ikinci izah edeyim, yaxşı edirəm indi. Tamam Zeynəb, görməm ki, elə olanda. Ayda uşaqlar mı? Elə səhv danışmasınlar. Deyirəm Zeynəb, onsuz da uşaqlar yazana qədər mən deyim, prosta baxmaq istəyənlər bunu çəksin. Zeynəb 6-dan 11 də daxil olmaqla bir dənə çəkin. Binom nə tərbiyyədir mənə? Binom çox qəşəng bir şeydir. Hə, kombinizonlu əmsallara binomial əmsal deyilir. Yəni adi əmsal deyil də, kombinizonludur. Təşəkkürlər, Mass Point. Biraz özünüz düşünün o kombinizonlu əmsalda, çünki özünüzdə düşünün. Mən burada siz yazdınız, mən Zeynəb hesab edin 2-ni. Zeynəb 2-də. 4-ə böləcəkdə üstə. Zeynəb, ümumiyyətlə, sən i dərsində i-ni bilməlisən. i ilə özü həmişə yerində qalır. i-nin kvadratını bilməlisən ki, mənfi 1-dir. i-nin kubunu bilməlisən ki, mənfi i-dir. Mənfi 1, mənfi 2. i üstü 4-ü bilməlisən ki, nədir? 1-dir. 4-dən sonra hər bir şey nə edirəm? 4-ə bölüb qalığı yazıram. Bir də deyim, Zeynəb, yoxsa tutdun. 4-dən böyük hər bir şeyi nə gördünsə 4-ə bölüb qalığı yazacaqsın. 37-ni 4-ə bölüb qalığını yazıram. 36-nı 4-ə tam bölünür. Deməli, qalıqda nə qalır? 1. i üstü 1. Bu onsuz i-nin kubu 4-dən kiçikdir. i-nin kubunun qiyməti mənfi i.
8i çıx 5i. Eləyir 3i. Cavab eləyir 3i. Yettiği ikincisinde yitir yazılır. Gözdə baxıram, yitir. Onlara haqqında da qəşəng danışacağam. Düz belə şeylər sanırıq, çünki ölçmə riyaziyyatda şeydən çıxarılıb, məzmun xəttindən çıxarılıb, amma yox, izah edirəm də riyaziyyat dilində. Üniversitə çəkib bitirəndə bir birinci litir nə qədər ölçülür. Sən kim yapıyorum? Bunu yazmadım. Deməli, Bir də nə bunu etsən? düşünürəm. Elə orada bir dənə vardı, deyəcəm, olmayalar. 900'dür Məhəmməd. Bir dənə şey. 10. Bəs 11'ə sən verirəm mən. Uşaqlar 6-dan 11'ə hamısını demək izah edəcəm. Diqqətlə baxın. Diqqətlə baxın. Bir şey deyəcəm. Sizə nəsə mənfi bir şey verilib. Normal bir də onu beyninizdə əlaqələndirək. Çox bir şey əlaqələndirək. Mənfili bir şeyi müsbət eləmək üçün mənfiyə vururduq. Və ya, məsələn, nəyisə yerin dəyişmək üçün də mənfiyə vururduq. Bunu nə yazın? X üçün mənfiyə vurmuşamsa, hə. Məhəmməd üçün bu olsun, yaxın. Nəyisə yerin dəyişmək üçün deyilirəm, mənfiyə vururam, olur 3x. İndi tamam başqa bir şey deyəcəm. Uşaqlar, nəyisə mənfisi yox eləmək üçün, onu da axıdaq növrə baxın. Bu mənfini buradan yox eləmək üçün nə edə bilərəm? Yazaram i kvadratı. İndi deyəcəm niyə? Çünki i-nin kvadratı nəyə bərabərdir? Mənfi 1-ə. Yəni, o harası mənfi görürəmsə, Məhəmməd, mənfi 1-dən 64 deməkdir. Onu i-nin kvadratı yaza bilərəm. Aydındır, indi gəlin tətbiq edək. Bu qayda olaraq yazdım, qeyd. Mənfi bərabərdir i kvadrat. Yəni, mənfini yox eləmək istəyirsiniz o mənfinin üstündən. Məsələn, yazılıb mənfi 16, yazmalısınız bərabər də 16 i kvadratına. Mənfini yox eləmək üçün i kvadrat yazmalısınız. Deyək, kompleks köklərini tapın. Onda cəmi 6 i kvadratına var. Yox. Diskriminant tapaq, hə? B kvadrat çıx 4ac. Neçə elədi? Mənfi 64. Uşaqlar, kökün birincisini tapanda mənfi B plus kök altda diskriminant. Məhəmməd bilirsən də, hə? Böyük A. İkincisini tapanda çıx yazacaq. Hesablamadan sadəcə bura çıx yazacaq. İndicə dedim. Kökün içində mənfi ola bilməz axı. O mənfini yox eləmək üçün neyim? i kvadratı. Hə, mənfi yox eləmək üçün neyirəm? i kvadrat yazsam. Onu sadəcə i kvadrat yazsam. Misal bitti. 6 üstə gəl, 64 i kvadrat böl 2. Kök altı 64. 8-i. O deyil, 3 üstə gəl, 4 i. Şöyle 2'ye bölün. Burada da demişəm ki, hesab hesablamayın. Bir dənə yazın, çıx 4. Bir de 3 üstə gəl, 4 i, 3 çıx 4. Yaz. İnanmam gəlmişə danışalım. Ne ki sən Çedeyi. çalışırsan? Çeşit deyil. Ha, sana acıdır ha. O götürürsən qalır. Olsun kayıt qalır. Yox, sən gelirsən, kayıt qalır. Kayıt qalır. Salam.
Deməli. Bir də o litr söhbətindən danışırsan. Danışıram. O qarşıda qalsan bizə yenə bir baxın. Qeydi götürmüşdüm. Ben Məhəmməd bu gün yaxşı idi. O bir olmaq. Bir olmaq. Sağ olun. Sağ ol, sağ ol. Fatimə, 1 metr neçə santimetrdir? 1 metr 10 santim. 1 metr sən nədir? Balaca o fidan ağacları əkirlər, məktəbin həyətinə ya da yolun qırağına belə 1 metrlik ağac. 1 metr sözləşəndə ağac, balaca ağac, 1 metrlik ağac, 100 santimetrlik ağac. Kvadrat görürsənsə, 100-ü kvadrat da 100-ü 100-ə vurur. 10 min. 10 min santimetrin kvadrat. Bu belə. Hə, litr nə qədər tutur? Həcm olaraq litr nədir? Litr həcm olaraq bilsən nədir? Su. Hə, yox amma nə qədər tutur? Bilsən nə? Tərəfi 10 santimetrlik olan kub qədər tutur. Bu balacadır ölçsək. Balacadır. Bu 6 santimetrdir. Yox, 7. Bu 7 santimetr. Buna biraz uzun var. Bundan biraz çox, bunun içine su qoysa belə 1 litr tutur. Yəni o yadda saxlar ki, 1 litrlik su, belə də buz, biraz böyük buz. Bu 1 litr sudur. 1 litr su deməli, yazılmır. 1 litr su tərəfi 10 santimetr olan bir şeyin kubudur. İndi o biraz böyük olsaydı 1 litr tuturdu. 1 litr sonra. Bəs nətər Fanta, Cola da falan. O da gönə bazıdır, belə təşkilənsə bir, o yarım litrliyi hər şey gəlir. Yarım litrlik şey. Amma bunun təkcə bu yanını uzatmada, o yanını da uzat. Bax bir dənə. 10 santimetr, 10 santimetr, 10 santimetr. Nə qədər uzanır? 3 bu qədər. 7 idisə. Bir dəfə alaram onda 10 santimetrini görərsən, yox 1 litr tutur. Sən niyə bax? Bu da bu qədər uzanır, bu da bu qədər hündürləşir, bu da o qədər arxaya gedir, sütü 1 litr. Niyə 4 dənə qab, belə bir qab 1 litr tutur? Deməli, 1 litr nədir? 1000 santimetrin kubu. Və ya niyə özümüzü dağa daşa salırıq? 10 santimetr nə deməkdir? 1 metr. 1 desimetr. Desimetr. Ona görə 1 litr 1 desimetrin kubudur. 1 desimetrin kubudur. Ya belə yadda saxlar ki, 10 santimetr yox 1 desimetr, ya da nə bilim belə yadda saxlar ki, 1000 santimetrin kubudur. Bu da belə yadda 1. Bu belə olmalıydı. İndi bu 1 kiloqram görə neçə milligramdır? 1 kiloqram neçə qramdır? 1000. 1000 qramdır. Bəs 1000 qram neçə milligramdır? 10. Hə, mini aparatur. Yox. Milli sözü 10 min deməkdir. Milli. Milli də yenə milli bu milyon. O da 10 statı da İndi bir şey deyirəm. Tutaq ki, Fatimə 1 metr 100 santimetrdir, hə? Bəs 1 santimetr neçə metrdir? 10 üstü 2, mənfi 2. Hə, yəni %1. Demək 1 metr 100 santimetr isə 1 santimetr onun 100-dən biridir. %1 metr. Bu şeydə də demişdim. 1 saat neçə dəqiqədir? 60. Onda 1 dəqiqə saatının neçədə biridir? 60 dəqiqə. 60-da biridir. İndi bunu nəyə gətirirəm? Bu 10 üstü 6 milligramdırsa, bu 1 bölü 10 üstü 6. Yəni 10 üstü mənfi 6. Belə. Qaşam olsun. Başa düşdüm. Maraqlı bir şeydir. Burada da yalnız 2 ilə üstü otur. 9 düzdür. Bəli. Moda ən çox təkrarlanandır, Zeynəb, modda olan. Oradan ən çox təkrarlanan baxanda görmüş ki, 7-dir. Fərqdə ən böyük, ən kiçik çıxar. Ən böyük fərqdə ən böyüyündən, yəni 21-dən ən kiçiyini, yəni 3-ünü çıxacam. Sonra verir, vur, burası. Bu qədər. 10-cu sual yazmışsan. Bəli. Birləşmə yazmışsın. İndi qaldı binolar.
Keçən bunu çox sadə versiyası düşmüşdü. 7 düşmüşdü deyəsən. Əmsal 128 vermişdi. O da 207 olur. İndi baxaq 8-ci sual. Deyək, binomial əmsal cəmi. Ümumiyyətlə, binomial. Bir nə deməkdir? Bir iki deməkdir. Bir iki. Hansısa dildə o dili öyrənir. Latin ya da Yunan dildə iki. Normal söz anlamıza gəlmir, amma bir olan bütün sözlərin asasında bir ikidir. Binomial əmsal cəmi düsturu var. 2 üstü n. O da deyək 256-dır. N neçədir? 2 neçə fərqində? 256. 8. 8. Çünki 9 üzrü 512, onda 1024 deyil, 8. Deyir, bu binomun ən böyük binomial əmsalını tapın. Gəlin, beynimizdə formalaşdırın. Bu bizim nə deməkdir? İfadənin üstündə 8-ci dərəcə deməkdir. Bu 8 tapılır. Budur. Və bunun əmsalları, binomial əmsallarını gəlin bir-bir yazaq. Mağazaya girmişəm 8 dənədən heç nə götürməyə bilərəm. 8 dənədən bir dənə götürə bilərəm. 2 dənə, 3 dənə, 4 dənə. Bu binomial əmsaldan. 5 dənə, 6 dənə, 7 dənə, 8-dən 8-ini də götürə bilərəm. Bildiniz? Sizcə bunlardan ən böyük hansı olar? Ümumiyyətlə, binomial əmsalın üçbucağı da var. Pascal üçbucağı deyilik. Bu üçbucağın ən böyük qiyməti hardan alır? Təpədə, ortada var. Qalxır, sonra təzədən nə edir? Fatimə, eynir. Ona görə ən böyük qiymətini harada alır? Ortada. İndi burada ortadakı hədd görünür. Hansıdır? 5. Yox, 8-in ortası 4. Həm 4-dən siyir, qrafları siyir. Bilim. Orta kamizon 8-dən 4. Ümumiyyətlə, cüt ədədin ortası yarısıdır. Cüt ədədin ortası yarısıdır. Ki, amma birini yoxlayaq istəyirsən. Sən kamizon 8-dən neçəni yoxlayın? 2 ilə 8-dən 4-ü yoxlayın. Görə həqiqətən 8-dən 4 daha böyükdür. İstəsən də 8-dən hansını? Bunu deyil. 8 faktorial bölünsün, 8 çıxıcı bölünsün, 2 faktorial. 6 kimi atsa onu. 7 vur 8-i 2-yə böləndə 8 bölünsün. Bunu bilirdin də Zeynəb, 7 vur 8 tamamlayırsan, 7 vur 8-i 2-yə böləndə 28. Sonra bu 8 faktorial bölünsün, 4 faktorial, 4 bu da 5 kimi vur 6 atsa. 8 bölünsün 1 vur 2 vur 3 vur 4. 35. İnanın, altlar C-dir, burada qalır 2. 70. Həqiqətən gördüyün kamizon 8-dən 4 ən böyüyüymüş. Ümumiyyətlə, uşaqlar ən böyük hədd ortadakı həddir. Ona görə kamizon 8-dən 4, yəni 70. Görək bizə nə deyir ki, hələ deyirəm, binomial əmsalını tapılmış. Yazın, başa düş. Bu hissəni yazır, bu çox vacib bir şeydir. Uşaq anlamır ki, tapdığı 8 nədir? Tapdığı 8 dərəcədir. 8 dərəcəli bir şeydən başlayırsan, kombinizonlu əmsallar seçməyə. Yazdım. Amma indi bunun bu binomial əmsal hissəsidir. Silib bunu haqqında bir şey göstərəm. Vacib. Zeynəb, Fatimə. Bizim də kamizon 8-dən 3-də yazaq. O biləni sən deyərsən. Ədədlər hansılardır? Ayla B hədlər. Ayla B həddi var deyə ayla B həddini yazıram. Bu ikinci gördüyün var ya, ikincinin üstünə yazırsan, 8-dən 0 çıx. 8. Fərqini də bura yazıram. Bir də deyirəm. İkincini ikinciyə yazıram, fərqini də bura yazıram. Bax, bir dənə. Hədlər ayla B hədləridir. İkincini ikinciyə yazıram. Bura 3 yazıram. 8-dən çıx, 5-i də bura yazıram. Bu amma həddir. Hədd. Məsələn, neçənci həddirsə o həddi tapmış olursan. Bu arada burada 3 görürsünüz, uşaqların çox çaşır ki, mənim 8-cidən 3-cüsüdür də. Yox, 4-cüsüdür. 4-cü hədd. Şey deyəcəm. Sizə neçənci hədd deyəndə bir dənə əvvəlki baxırsınız. Məsələn, Fatimə soruşsam ki, 5-ci həddin binomial hədd, 5-ci həddi demənə, binomial açılışlar. 8-dən 6. Bir əvvəlki. 8-dən 4. Bəs niyə orada 8-dən 3-ə 4-cü həddi? 4-cü deyirdi deyə, kamizon 8-dən 3, 5-ci deyəndə
komenzon 8-dən 4 cəsarətində. Niyə başlayırsan? Sayda 1, 2, 3, 4, 5, 5-ci hansıdır? Komenzon 8-dən 4. Sayda sən niyə 0-dan başlayırsan? Bir dənə geri atırsan. İndi bura nə yazın? Ora B-nin üstü 4 yazacaq, A-nın da üstü 4 yazacaq. 8-dən 4 çıxanda 4. Yaxşı, bəs mən sənə deyirəm 7-ci həddidir. Onda 8 kombinasyonun 6. 6-cı götürürəm. Çünki 7-ci hədd sayın da 1, 2, 3, 4, 5, 6, 7. 7-ci hədd 6-dır. Nədən yadda saxlayın ki, 1 əvvəlki. 1 əvvəlki. A-nın üstü 2, B-nin üstü 6. Hə. 6-dırsa bura 6 olur, 8-dən 6 çıxın, bura 2 olur. Çünki bu bizə nədir? Hədd desə. Həddin binomial əmsalı desə, hə, kombinasyonlardır. Amma hədd desə bu. Və ya həddin əmsalı desə, həddlərə də bir baxmalısan. Bəlkə də həddin 1, 2-dir hesablamalısan. Qeyd götür. Zeynəb, sən də qeydləri indi götürün, soruya saxlamayın. Yox, bax, Zeynəb, niyə orada 8 oldu? Binomial əmsal cəminin düsturu 2/n-dir. Bizdə misalda 256 verdiyinə görə 256 oldu. Məsələn, bax, Zeynəb, desəydi ki, binomial əmsal cəmi 64-dür, n neçə olardı? 2 üstü neçə 64-dür? Bilirsən, Fatıma? Neçə? 2 üstü neçə 64-dür? 4, 5, 2, 4, 8, Zeynəb, 2 üstü 4, 16-dır. 6'dır, 6. 128'in yarısı da 64. 2 üstü 7'de 128 edildiğine göre 2 üstü 6. 2 üstü 6-dır. Bax Zeynəb, məsələn, orada 16, mən neçə dedim? 64. Orada desəydi 64, sən n-i 6 götürəcəydin və orada 6-dan 0-dan, bir dənə gözə bulurlaşmasın. 6-dan 0-dan 6-dan 6-ya qədər yazacaqdın. Gəlim yazım. Bax, Zeynəb. Tutaq ki, desəydi ki, 64-dür, n-i 6 yazacaqdın və kombinasyon 6-dan 0, 6-dan 1, 6-dan 2, 6-dan 3, 6-dan 4, 6-dan 5, 6-dan 6 yazmalıydı. Süper. Bax, məsələn, birin özünü deyim. 4-cü deyim, tərəf atılacaq. 5-ci. 5-ci hədd deyirsə, bir dənə diqqətli olun. Fatıma görün 5-ci həddə necə tapılır? Neçə? 6'dan kombinasyon 6 kombinasyondan 4. 4 qəşəng. Bir əvvəlki götürürəm. Bəs AB-lərin üstündə yazın. B'nin üstü 4, A'nın üstü 2. Qəşəng. Bu 4-ü ikinciyə yazıram. Altdan da 4-ü çıxıb fərqi ilə birinciyə yazıram. Bir dənə ilə 11. 11 çıxıb qəşəng saldı. Ən böyük hədd ortadakı olur, orada diqqətli olun. Ən böyük əmsal. Deyir bu ayrılışda x üstü 10-un əmsalını tapın. Demir ha, binomial əmsal, bütöv əmsal bizdən istəyir. X üstü 10-un əmsalını istəyir. Bir dəqiqə, bax, heç nə bilmirəm. X üstü 10-un açılışı. Ümumiyyətlə, biz A üstə gəl B-nin kvadrat düsturunu bilirik, hə? Kub düsturunu da bilirik. Amma digər böyük dərəcələr Fatıma nə ilə açılır? Kombinasyon. Bunu yadda saxlayın bir dənə. Kiçik dərəcələrin düsturunu bilirik. Böyük dərəcələr həmişə nə ilə açılacaq? Kombinasyonla. İndi mən nə yazmalıyam? Kombinasyon, mağazaya girmişəm 14 dənədən. İndi bilmirəm ki, nə seçim ki, burada 10 alınsın. X üstü 10 deyir axı. Buranı bilmirəm, boş saxlayıram, həddləri yazıram. Bura nə yazsam, buranı yazacam. Hə? Bilmədiyim şey x deyirəm, amma burada x-lar var, qarşılacaq deyə A deyim. Yəni, buranı bilmirəm, axı nə 4 deyil. Sən nə bilsən ki, 4-dür. Axı, ixtisar gedib. Gör 4 qoyaram, indi görürsən ki, 4 deyil. Elə bizdən onu istəyirsən, ona bir başdan tapdın ya. Bax, buranı bilmirəm. Axı, bilmirəm neçəncə həddir, x üstü 10 qalacaq. Bura yazıram A,
14-dən A-nı çıx. 14 çıx A-nı da buraya yazıram. Haydi da. İndi baxaq. Birin üstünə nə qoysaq 1-dir. Bu da x üstü A. Böləndə üstlər nə olur? Necə? Böləndə x üstü 14 Çıxırdı. hə, x üstü 14 çıx A-nı x üstü A-ya böləndə üstlər çıxılır. 14 çıx A-dan A-nı çıxanda 14 çıx 2A. Bildin? Bəli. İndi bizə deyirdi ki, x-in üstü nə olsun? 10. Buna nəyə bərabər edirsən? A neçə oldu? 2. İndi misalımızı tamamlayaq da yazaq ki, kombinizon 14-dən ikilmişsən, demə? Və gəl bir dənə orasını indi sən görərsən, niyə 2-dir, 4 deyil. Bax, x bu da 1/x var. Məncə bu hissələrini özüm gətirmədim, birbaşa yazıram, sən başa düşürsən. Bura 2-dirsə, bura 2 yazırdıq. 14-dən 2-ni çıx. 12. İndi görürsən bir dənə var. İxtisar gedir x üstü 14. X üstü 12-ni x üstü 2-yə bölək, x üstü 10 qalır ona görə. İndi bunu hesablamaq lazımdır. 14 faktorial bölünsün 12 faktorial bölünsün 2 12 13 vur 14 bölü 2 7 vur 13 7 70 90 91. Deməli 10-cu həddindən misal 91. Bu qəşəng hakim olmaq lazım. Şey yazasınız. Zeynəb, burada deyim niyə elə elədik? Ümumiyyətlə, axı x-la 1/x tərs ədədlərdir. Biz orada görürük ki, ixtisar getməlidir, mütləq getməlidir. X-la 1/x vuranda elə 1 eləyir. Biri kvadrat, biri kub olanda yenə ixtisar gedir. Biri 5, biri 7 olanda yenə ixtisar gedir. O da biz düşünürük ki, x-i nəyə bölsəm, yəni çıxsam da orada çıxma olur. Ona görə birinə A deyirəm, birinə 14 çıx A deyirəm. 14 çıx 2A-nı da 10-a bərabər edirəm. Özü deyir ki, 10 qalsın. Yəni, maraqlı tip bir sualdır. Getmək istəyirsən, yoruldunuz. Fatimə, sən də yoruldun. Zeynəb, sən də yoruldun, gedirsiniz. Amma onda bütün qalan hamısını evə veririk, fəzadır da o birlər. Fəzanı bütöv evə veririk, fırlanmanı. Bax, 12-dən 30-a qədər evdə işləyin. Bunu evdə işləyin artıq. Hə, atacam Zeynəb, ataram. Tamam. Belə kimin də dərslə bağlı nə sual var, şəxsdə yazsın. Sağ ol.